makyajdan arındıracaq 3 məhsul tövsiyəsi ilə gəlmişəm. Öncəlik vermək istəyirəm. 2 ildir mənə yoldaşlıq eləyən bu Domix brendinin micellar suyundan 2 ilə yaxında qızlar bəli istifadə edirəm. Çox da razıyam. Göz makyajlarınızı, dodaq makyajınızı çıxartmaq üçün də istifadə edə bilərsiniz. Gözünüzü qətiyyən yandırmır. Nəzərinizə çatdırım ki, həssas dərili xanımlar da istifadə edə bilər. İkinci olaraq daha ağır, daha ziyafət makyajlarını təmizləmək üçün istifadə elədiyim, münasib qiymətə ala biləcəyiniz ən möhtəşəm Balm Bohemian brendinə məxsusdur. Belə göstərim, hətta çox sevərək istifadə edirəm qızlar. Bu hətta üçüncü olmalıdır məndə. O qədər keyfiyyətli, o qədər gözəldir ki, qiyməti də hətta çox münasibdir. Makyajı dərinizdə möhtəşəm arındırır, xüsusilə baxın, balmları alanda sizin yanında çox yaşadığım problemlərdən biri də tuşu yaxşı təmizləməməsidir. Amma bu çox gözəl şəkildə yaymadan, çox gözəl, rahat şəkildə tuşu gözümdən, kirpiyimdən arındırır. Qətiyyən kirpiklərim də zərər görmür. Ona görə çox sevərək istifadə edirəm. Bu məhsulu sizə göstərməyə özümə borc bildim, çünki bu məhsuldan mən bir bütövəm. Səhər axşam istifadə edirəm. Bu məhsul Farmstein yaşıl çay ağacı tərkibli olan üzüm gelidir. Daha çox yağlı dərili xanımların sevəcəyi bir məhsuldur. Quru dərili xanımların dərisini qurutma ehtimalı var. 10 manatdan aşağıdır qiyməti. Ona rəğmən çox əla bir performansı var. Belə deyim, bunları istifadə etdikdən sonra mütləq şəkildə üz bununla yuyulmalıdır. Çünki üzünüzdə makyaj qalıqları nə qədər yoxdur desəz də var. Yəni biz onu görmürük, amma var. Ona görə də üzüm gelindən istifadə etmək mütləqdir qızlar. Mənim məhsullarım bu qədəridir. Favori üçlüm gördünüz, tanış elədim sizi. Bir sonraki video nə ilə bağlı olsun, onu da zəhmət olmasa rəy bölməsindən yazın. Sağ olun.